Təyyarədə ən təhlükəsiz oturacaqlar hansılardır? Təyyarə qəzaları çox nadir hallarda baş versə də, insanların əksəriyyətini uçuşdan əvvəl bir sual maraqlandırır. Əgər qəza baş verərsə, təyyarədəki ən təhlükəsiz oturacaqlar hansılardır? Popular Mechanics jurnalının 2007-ci ildə apardığı bir araşdırmaya görə, qəza anında təyyarənin arxa hissəsində oturan sərnişinlərin sağ qalma ehtimalı ön hissədə oturan sərnişinlərlə müqayisədə 40% çoxdur. Time jurnalında 2015-ci ildə dərc olunan bir məqalədə deməli 35 illik təyyarə qəzalarının statistikası analiz edilib və nəticədə məlum olub ki, təyyarədə ən təhlükəsiz hissələr arxa tərəfdə qanadlardan sonra özəlliklə də pəncərə kənarında olan yerlərdir. Arxa oturacaqlar dedikdə 20-ci sıradan sonraki yerlər nəzərdə tutulur və üstəlik pəncərə və qapı kənarında oturmaq təhlükəsizlik baxımından çox önəmlidir. Təyyarədə qəza anında ən riskli yerlər ilk burun hissə sayılır, çünki qəza anında ilk zərbəni alan burun hissi olur. Qəza anında ən riskli yerlərdən biri də təyyarənin qanadları üzərində yerləşən oturacaqlardır. Çünki təyyarənin yanacaq çəni də məhz burada yerləşir. Sonda isə bildirmək istəyirəm ki, təyyarələr ümumiyyətlə yüksək standartlara uyğun şəkildə hazırlanır və bu nəqliyyat vasitəsində qəza olma ehtimalı çox aşağıdır. Yenə də bilginiz olsun.